Hər bir uşağın inkişafı fərqli və özünə məxsusdur. Biz Nəfəs Reabilitasiya Mərkəzi olaraq Xətai filialımızda bu inkişaf yolunda sizlərə dəstək olmaq üçün buradayıq. Gəlin mərkəzimizdə olan xidmətlərlə sizi tanış edim. Uşaq və yeniyetmə reabilitasiyasında fiziki və psixoloji çətinliyi olan uşaqlar üçün bərpaedici proqramlar hazırlanır. Məqsəd onların gündəlik həyata daha rahat uyğunlaşmasını təmin etməkdir. Psixoloqlar tərəfindən uşaqların emosional və sosial inkişafına dəstək göstərilir, davranış problemlərinin həlli istiqamətində fərdi yanaşma tətbiq olunur. Həmçinin loqoped xidməti vasitəsilə nitq inkişafında çətinlik yaşayan uşaqlar üçün fərdi məşğələlər keçirilir, ünsiyyət bacarıqları gücləndirilir. Öyrənmə çətinliyi yaşayan uşaqlara pedaqoqlar tərəfindən fərdi tədris proqramları hazırlanır, onların məktəb həyatına daha rahat uyğunlaşması təmin olunur. Hər bir uşağın inkişafı bizim üçün çox önəmlidir. Bu səbəblə də onların inkişaf səviyyəsi peşəkar mütəxəssislər tərəfindən qiymətləndirilir və ona uyğun paper dəyərləndirməsi hazırlanır. Mərkəzimizdə uşaqların duyu və hissiyyat bacarıqlarını inkişaf etdirmək, diqqət və davranış balansını gücləndirmək üçün duyu bütünləmə terapiyaları keçirilir. Uşaqların sosial bacarıqlarını inkişaf etdirmək üçün keçirilən oyun terapiyaları onların öz daxili aləmini oyun vasitəsilə ifadə etməsinə və özünə inam qazanmasına şərait yaradır. Və ən önəmlisi isə budur ki, bütün bu xidmətlər peşəkar və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilir. Keçirilən qrup dərsləri həm uşaqların kollektivdə işləmə bacarıqlarını, həm də ünsiyyət və sosial adaptasiya vərdişlərini gücləndirmək üçün təşkil olunur. Bu xidmətlərdən əlavə valideynlərimizi də düşünməyi unutmuruq. Uşaqlar terapiya və dərslərdə olarkən valideynlər gözləmə zalında kamera vasitəsilə övladlarını izləmə imkanı əldə edirlər. Müalicəvi idman dərslərimizdə uşaqların motor bacarıqlarını gücləndirmək və hərəkət koordinasiyasını inkişaf etdirmək üçün xüsusi məşqlər keçirilir. Məqsədimiz hər bir uşağın potensialını üzə çıxarmaq, onların sağlam və balanslı inkişafına dəstək olmaqdır.